Hərdən sizləri evimdə olan köməkçi robot qızlarımla tanış edirəm. Elə bu pəncərə silən robotumun da başqa hansı işlər görə biləcəyindən əminəm ki, çoxlarınızın xəbəri yoxdur. Budur, evə qonaqlar gəlib və güzgülərim uşaqların əl ləkələridir. Nə edirəm? Əlbəttə ki, köməkçimi işə salıram və o dolabların güzgülərini başdan ayağa tərtəmiz təmizləyir. Birinci dəfə tam ləkələri çıxarmaya bilər. Su qabına təmiz su əlavə olunur və özü mütəmadi olaraq suyu püskürdərək öz trayektoriyası üzrə hərəkət edir və beləliklə ikinci dəfə üzərindən getdikdə artıq heç bir ləkə qalmır. Və təkcə dolabın güzgüləri yox, evdə olan bütün güzgülərinizi bu robotla silə bilərsiniz. Kənarda çərçivələrin olmamasından qətiyyən narahatçılığa əsas yoxdur. Çünki özü boşluğu hiss edib dərhal geri qayıdır. Güzgülərlə yanaşı evdə olan bütün tabloları da təbii ki, köməkçim silir. Arada bezləri dəyişmək lazımdır. Hər dəfə nərdivan gətirib qoyub daha yuxarı hissələri silmək əlbəttə ki, heç xoşa gələn bir iş deyil. Amma gördüyünüz kimi asanlıqla hər bir işin öhdəsindən çox rahatlıqla gəlir. Hamam otağında da həm güzgülərin, həm də kafillərin üzərinə qoya bilərsiniz. Vakuum vasitəsilə divara, güzgüyə çox möhkəm yapışır. Əlbəttə ki, bu ağıllı qızın satış mərkəzi Texnohomdur. Ayın 17-sində də İnşaatçılar metrosunun çıxışında Texnohomun yeni bir filialı açıldı. Qeyri-adi, bir-birindən maraqlı olan məhsulları ilə əlbəttə ki, Texnohom nömrə 1-dir. Bütün son model texnika vasitələrini bu dükanlardan əldə edə bilərsiniz. Robot toz soranlar, əl toz soranları, xüsusən də Dyson'ın dolabların altını təmizləmək üçün qatlana bilən bu modeli diqqətimi cəlb etdi. Həmçinin burada hovuz dibini təmizləmək üçün robot toz soranlar da var. Yolunuzu buradan mütləq salın. Hələlik.